Gəncə şəhərində Ramin Məmmədov adlı şəxsin qanunsuz stomatoloji fəaliyyət göstərməsi ciddi narahatlıq doğurur. Məlumata görə, sözü gedən bu şəxsin video materialdan da aydın olur ki, həkim xalatı yoxdur. Bu isə həm xəstələrin sağlamlığı, həm də gigiyena normaları baxımından qəbul edilməz bir faktdır. Daha ciddi məqam isə onun peşə təhsili ilə bağlıdır. Rəsmi sənədlər və məlumatlar göstərir ki, axtarsan, Ramin Məmmədovun heç stomatoloji fəaliyyət üçün zəruri olan təhsili belə yoxdur. Belə fəaliyyət qanunla qəti qadağandır və əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır. Hər bir vətəndaşın hüququdur ki, tibbi xidmət göstərən şəxsin peşəkarlığı və qanuni statusu barədə əmin olsun. Ramin Məmmədovun fəaliyyəti isə buna ciddi şəkildə pozur. Hüquq mühafizə orqanlarının dərhal müdaxiləsi, bu cür qanunsuz praktikaların dayandırılması və ictimaiyyətin qorunması vacibdir. Məsələ ilə bağlı üzümüzü tutub bütün aidiyyatı qurumlara və güc strukturlarına, Gəncə şəhərində Ramin Məmmədov adlı bu şəxsin gördüyü bütün işlər ciddi sürətlə araşdırılmalı, barəsində lazımi tədbirlər görülməlidir. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.